Salam dostlar, biz Word kursu üzrə növbəti dərsimizə başlayırıq. Bu dərsimizdə biz sənədin fraqmentinin yer dəyişməsi və kopyalanmasını öyrənəcəyik. Sənədin fraqmentinin yer dəyişməsi və kopyalanması yalnız həmin fraqmentin qeyd edildikdə mümkündür. Sənədin görünən arealında fraqmentin yer dəyişməsi və kopyalanmasının ən rahat üsulu onun sürüşdürülməsidir. İndi sənədin görünən arealı dedikdə mən nəyi nəzərdə tuturam? Gördüyünüz kimi, hal-hazırda bizdə Word redaktorunun pəncərəsində bütün sənəd əks olunur. Gördüyünüz kimi, bizdə sənəd 3 səhifədən ibarətdir və 3 səhifənin üstünə də baxmaq üçün sadəcə olaraq sürüşdürmə zolağını aşağı-yuxarı sürüşdürmək vasitəsilə görə bilərik. Hətta biz heç birinci səhifənin özünü də tam olaraq görmürük, onun yalnız yarım hissəsini görürük. Kobud sürətdə desəm, görünən hissə, sənədin görünən hissəsi, bax, buradan bura qədər olan hissə, həmçinin buradan bura qədər olan hissədir. Yəni, biz bunu görürük. Hal-hazırda biz bunu görürük. Əlbəttə ki, biz sənədi bütün səhifəsini də görə bilərik. Yəni, tutaq ki, buradan elə onun maştabını balacalaşdıraraq, gördüyünüz kimi, artıq 2 səhifə görə bilərik. Hətta biraz da balacalaşdırsaq, 3 səhifənin üçünü də görə bilərik. Lakin burada artıq işləmək çətin olur, yəni heç nə görmürük. Ona görə də biz onu yenidən 100%-ə qoyuruq və sənədin müəyyən hissələri ilə işləyirik. Yəni, görünən hissələr məhz bununla nəzərdə tutulur. Beləliklə, dediyimiz kimi, sənədin görünən arealında fraqmentin yer dəyişməsi və kopyalanmasının ən rahat üsulu onun sürüşdürülməsidir. Bunun üçün sürüşdürüləcək hər hansı bir fraqmenti qeyd edirik. Tutaq ki, məsələn, elə platform sözünü qeyd edirik və yaxud da bu söz ola bilməz, həmçinin müəyyən bir abzas da ola bilər, yəni mətnin istənilən fraqmentini siz bu cür qeyd edə bilərsiniz və mouse'un kursorunu həmin sözün üzərinə gətirirsiniz və sol düyməsini sıxılı saxlayırsınız. Fikir verdinizsə, həmin ox işarəsinin altında kvadrat punktir əmələ gəldi. Həmçinin də vəziyyət sətrində redaktorun aşağı sol küncündə bu da pomisiz sual işarəsi çıxır. Və beləliklə biz həmin bu sözü qeyd etdik və mouse'un sol düyməsini sıxılı saxlaya-saxlaya istədiyimiz, yəni qeyd etmək istədiyimiz yerə gətiririk. Gördüyünüz kimi, hal-hazırda şaqülü xətt punktir əmələ gəlir və o bir növ kursor kimi qeyd olunur. Yəni biz harada onu buraxsaq, burada həmin bu platform sözü sürüşdürüləcəkdir. Yəni yerini dəyişəcəkdir. Həmin bu yeri seçdikdən sonra gördüyünüz kimi punktir kursor artıq settlement sözündən sonra qeyd olunur və biz mouse'un sol düyməsini buraxırıq. Və gördüyünüz kimi, həmin bu söz fraqmentin yer dəyişməsi baş tutan kimi yer dəyişmiş fraqmentin aşağı sağ küncündə parametri vstavki düyməsi yaranacaqdır. Gördüyünüz kimi, bu düymə parametri vstavki düyməsidir və onun üzərinə sıxdıqda verilənlərin sənədə yer dəyişməsi üsulları təqdim edən bir siyahı açılacaqdır. Gördüyünüz kimi, bu siyahı açıldı və siz buradan artıq yer dəyişmənin parametrlərini qeyd edə bilərsiniz. İndi isə Ctrl-Z ilə qaytaraq həmin sözü yerinə. Beləliklə, biz fraqmentin, yəni sənədin görünən arealında fraqmentin yer dəyişməsini baxdıq. İndi isə gəlin bu sözün sürüşdürmə üsulu ilə kopyalanmasına da baxaq. Fraqmentin sürüşdürmə üsulu ilə kopyalanması yer dəyişməni etdiyiniz kimi eləyə bilərsiniz. Sadəcə olaraq eyni prosesi Ctrl düyməsini sıxılı saxlayaraq etməlisiniz. Və gördüyünüz kimi, punktir kvadrat işarəsi yarandı və onun üzərində plus işarəsi qeyd olunur. Yer dəyişmədə bu plus işarəsi yoxdur, çünki bu sadəcə olaraq yerini dəyişir və plus işarəsi bunun kopyalanmasına işarə edir. Həmçinin də redaktorun pəncərəsinin aşağı sol küncündə artıq kuda primissiz yox, kuda kapirovac sualı qeyd olunur və biz əlbəttə yenə də istədiyimiz yerə onu qeyd etmək üçün gördüyünüz kimi bizə punktir kursor da yardımcı olur və punktir kursor gördüyünüz kimi settlement sözünün sonunda qeyd olunur və biz bu sözü həmin settlement sözünün arxasında kopyalamalıyıq. Beləliklə, kopyalamaq istədiyimiz yeri qeyd edirik və əvvəlcə mouse'un sol düyməsini, daha sonra isə Ctrl düyməsini buraxırıq. Və beləliklə, gördüyünüz kimi, artıq həmin söz yerini dəyişmədi. Gördüyünüz kimi, platform sözü olduğu yerdə də qaldı. Sadəcə olaraq həmin sözü settlement sözündən sonra kopyalanır. Yer dəyişmədə isə həmin bu yuxarıdakı platform sözü pozulurdu və sadəcə olaraq yerini dəyişir. Hal-hazırda isə kopyalandı. Yuxarıdakı platform sözü də qaldı və settlement sözündən sonra kopyalandı. Və gördüyünüz kimi, burada yenidən parametri vstavki açılan menüsü yenidən əks olundu və biz bu menüdən kopyalanmanın parametrlərini seçə bilərik. Əlbəttə, biz bunu fraqmentin sənəddə görünən hissəsindən sürüşdürdük, yəni yerini dəyişdirdik və kopyaladıq. Biz həmçinin fraqmenti sənədin görünməyən hissəsinə də, arealına da bunu sürüşdürmə üsulu ilə yerini dəyişib və ya kopyalaya bilərik. Bu da eyni qayda ilə baş verir. Tutaq ki, yenidən bu platform sözünü qeyd edirik və mouse'un sol düyməsini sıxılı saxlayaraq gördüyünüz kimi, altda artıq kvadrat punktir işarəsi yarandı və
Bu fraqmenti biz sənədin görünməyən arealının sərhədinə kimi gətiririk və gördüyünüz kimi sadəcə olaraq orada saxlayırıq və həmin görünən areallar hətta növbəti sətrə keçid baş verir. Və biz lazım olan sahəyə qədər, istədiyimiz yerə qədər həmin bu fraqmenti sürüşdürürük. Sadəcə olaraq mausun kursorunu gördüyünüz kimi sərhəddə saxlamaqla və buradan istədiyimiz yerə punktir kursor vasitəsilə qeyd edirik və mausun sol düyməsini buraxırıq. Yəni bu sürüşdürmə yalnız görünən arealda yox, həmçinin görünməyən arealda da istifadə etmək mümkündür. Bunun üçün gördüyünüz kimi fraqmenti sənədin sərhədinə kimi sürüşdürüb orada saxladıq. Sənəd avtomatik olaraq səhifələndi. Bu zaman lazım olan moment kursoru sərhəddən səhifənin üzərinə gətirdikdə səhifələnmə dayanacaq və ardından fraqmentin lazım yerə sürüşdürərək mausun sol düyməsini buraxmaq lazım. Bu üsuldan həmçinin yalnız yer dəyişmə yox, kopyalanma da mümkündür. Siz həmçinin bu yer dəyişmə və kopyalanmanı mübadilə buferi vasitəsilə də eləyə bilərsiniz. Mübadilə buferi özündə fayl və ya onun fraqmentini saxlaya bilən kompüterin yaddaşının xüsusi sahəsidir. Tutaq, mən bunu indi bu cür sizə izah edeyim. Bu bizim sənədimizdir, gördüyünüz kimi bu sənəddir və kompüterin xüsusi yaddaşı vardır. Yəni bu mübadilə buferi yaddaşıdır, tutaq ki, bu həmin bu yaddaşdır. Bu isə bizim sənədimizdir. Yəni mübadilə buferi vasitəsilə fraqmentlərin yer dəyişməsi və kopyalanması prosesi hər zaman iki hərəkətlə baş verir. Yəni bu sizin bildiyiniz copy-paste anlayışıdır. Yəni hər hansı bir sözü Ctrl-C və Ctrl-V qısa düymələr vasitəsilə qeyd edib nəyisə arasa kopyalayırıq. Bu məhz həmin bu mübadilə buferi anlayışıdır. Və dediyim kimi, mübadilə buferi vasitəsilə fraqmentlərin yer dəyişməsi və kopyalanması prosesi hər zaman iki hərəkətlə baş verir. Birincisi, obyekti buferə göndərmək lazımdır. Daha doğrusu, Lori dildə desək, Ctrl-C. Yəni hər hansı bir fraqmenti qeyd edirik və Ctrl-C düyməsini sıxdıqda o artıq mübadilə buferinə göndərilmiş olur. Sonra isə onun sənədin hər hansı bir yerinə onu ixrac eləmək lazımdır. Yenə də kursoru həmin ixrac eləmək istədiyimiz yerə qeyd edirik və Ctrl-V düyməsini basırıq. Yəni bu artıq mübadilə buferindən çıxardılmış olur. Yəni kopyalayırıq. Həmin bu mübadilə buferi özündə fail və ya fraqmentini saxlaya bilən kompüterin yaddaşının xüsusi sahəsidir. Beləliklə biz indi yer dəyişmə və kopyalanmanı mübadilə buferi vasitəsilə həyata keçirək. Bunun üçün yenidən hər hansı bir sözü və yaxud da indi hal-hazırda fraqmenti qeyd elədik və onun üzərində mausun sağ düyməsi vurulur və kontekst menü çağırılır. Və yer dəyişmə üçün biz onun varizat əmrini seçirik. Gördüyünüz kimi həmin söz artıq kəsildi. Daha doğrusu kəsilərək mübadilə buferinə göndərildi. O artıq bizə mübadilə buferində yerləşmişdir. Və onu istədiyimiz başqa bir yerə qeyd edirik. Hal-hazırda mən bu platform sözünü pozum. Bu bizə lazım deyil. Və həmin bu settlement sözündən sonra isə Republic of Azərbaycan, yəni mübadilə buferinə göndərdiyimiz fraqmentin həmin bu sahəyə yerini dəyişməliyik. Və beləliklə mausun kursorunu həmin yerləşdiriləcək sahəyə qeyd edirik və kontekst menünü çağırırıq. Buradan isə artıq start əmrini seçirik. Və gördüyünüz kimi həmin bu Republic of Azərbaycan sözü kursorun qeyd olunduğu yerə yerləşdirildi. Bu yer dəyişmə vasitəsilə baş verdi. Bunun digər üsulu da qeyd edeyim. Tutaq ki, yenidən Republic of Azərbaycan sözünü qeyd edirik və qlavna menüsünə keçirik və buradakı buffer abmena qrupundakı varizat əmrini seçirik və yenidən onu tutaq ki, D sözündən sonra yerləşdirmək lazımdır. Bunun üçün D sözündən sonra kursoru ora qeyd edirəm və yenidən gördüyünüz kimi qlavna menüsünün buffer abmena qrupuna daxil olan start əmrini seçirəm. Və gördüyünüz kimi həmin söz yerini dəyişmiş olur. Beləliklə, fraqmentin mübadilə buferi vasitəsilə yer dəyişməsi baş tutmuş olur. Fraqmenti kopyalamaq üçün isə onu mübadilə buferinə kopyalayıb, sonra isə lazım olan yerə ixrac etmək lazımdır. Onu da bir neçə üsulla etmək olar. Hal-hazırda həmin bu fraqmenti seçirəm və kontekst menünü çağırıram və buradan copyright əmrini seçirəm. Daha sonra isə kopyalamaq istədiyim yerə qeyd edirəm və buradan yenidən kontekst menünü çağırırıq və start əmrini seçirik. Gördüyünüz kimi həmin söz artıq kursorun qeyd olunduğu yerə kopyalanmış oldu. Digər üsul isə, tutaq ki, indi hal-hazırda bunu yenidən qeyd edirik və qlavna menüsündə buffer abmena qrupuna daxil olan copyright əmri seçilir. Hal-hazırda biz onu kopyaladıq, yəni mübadilə buferində vardır və onu indi isə 3-cü abzasının sonuna yerləşdirək və kursoru həmin kopyalamaq istədiyimiz yerə yerləşdiririk və qlavna menüsünün buffer abmena qrupuna daxil olan start əmrini seçirik və gördüyünüz kimi həmin söz kursorun qeyd olunduğu yerə kopyalanır.
Beləliklə, fraqmentin mübadilə buferi vasitəsilə kopyalanması baş tutmuş oldu. Əgər yerləşdirəcək və ya kopyalanacaq fraqment cədvəl və ya onun hər hansı bir hissəsidirsə, o zaman kontekst menüdəki əmrin adı artıq вставить kimi yox, вставить ячейки, вставить строки və ya вставить столбцы kimi adlandırıla bilər. İndi hal-hazırda mənim redaktorumda cədvəl yoxdur, yəni sətr sütunlar da yoxdur. Ona görə də məndə sadəcə olaraq вставить əmri qeyd olunur. İndi ola bilər ki, hər hansı bir cədvəli qeyd etdiniz, o zaman artıq вставить yox, orada artıq yazılacaq вставить ячейки, вставить строки və ya вставить столбцы kimi, yəni bu cür vstavkanın adı bu cür adlandırıla bilər. Yəni burada problem yoxdur, yenidən həmin əmri seçirsiniz. Mübadilə buferi vasitəsilə yer dəyişməni və ya kopyalanmanı etdikdən sonra sürüşdürmədə olduğu kimi parametri vstavki düyməsi yaranır. Onun üzərinə sıxdıqda gördüyünüz kimi verilənlərin sənədə yerləşdirilməsi üsullarını təqdim edən siyahı açılacaqdır. Yer dəyişmə və kopyalanmanı biz həmçinin qısa düymələr vasitəsilə də edə bilərik. Bu qısa düymələr vasitəsilə kopyalanma və yer dəyişməni əlbəttə siz özünüz bilirsiniz. Yenə də bu üsulla da gəlin kopyalanmana və yer dəyişməyə baxaq. Tutaq ki, hal-hazırda United Nations Security Council fraqmentini qeyd edək və biz bunun ilk növbədə yer dəyişməsinə baxaq. Yer dəyişmək üçün bildiyimiz kimi bunu əvvəlcə mübadilə buferinə göndərməliyik, yəni kəsməliyik. Bunun üçün Ctrl-X düyməsi sıxılır. Hal-hazırda bu mübadilə buferinə göndərildi və burada Azərbaycan sözündən sonra kursoru qeyd edək və onu mübadilə buferindən sənədə ixrac eləməliyik. Gördüyünüz kimi kursoru qeyd etdim və Ctrl və düyməsini sıxdım. Bu yer dəyişmədir. İndi isə kopyalanmaya baxaq. Bunun üçün yenidən həmin bu sözü, fraqmenti qeyd edirəm və kopyalamaq üçün isə artıq Ctrl-C kombinasiyasını sıxıram və bu artıq mübadilə buferində yerləşdirildi və Republic of Azerbaijan sözündən sonra Ctrl-V düyməsini sıxıram. Yəni bu üsulu artıq siz bilirsiniz. Yenə də mən bunu təkrar etməkdən qorxmadım və bunu da bir üsul kimi qeyd elədik öz dərsimizdə. Office-in mübadilə buferində eyni zamanda 24-ə yaxın fraqment saxlanıla bilər. Yəni biz hal-hazırda istifadə etdiyimiz, yəni mübadilə buferinə ixrac etdiyimiz yalnız ən son fraqmenti biz istifadə edirik. Yəni Ctrl-V-ni bassaq, yalnız gördüyünüz kimi United Nations Security Council, yəni bunu dəfələrlə Ctrl-V etsək, yəni eyni söz kopyalanacaq. Lakin biz sadəcə olaraq mübadilə buferinə bu dərsdə gördüyünüz kimi bir neçə sözü göndərdik, Republic of Azerbaijan'ı göndərdik və digər sözləri də göndərdik. Və əlbəttə ki, bu artıq Ctrl-V düyməsini sıxdıqda və yaxud da vstavить əmrini kontekst menüdən istəyir, bufer admena qrupuna daxil olan vstavить düyməsini sıxdıqda ən son qeyd olunan islah yerləşdirilir. Lakin mübadilə buferində dediyim kimi 24-ə yaxın fraqment saxlanıla bilər. Onlardan istifadə etmək üçün mübadilə buferinin tapşırıqlar pəncərəsini çağırmaq lazımdır. Tapşırıqlar pəncərəsini əks etdirmək üçün isə gördüyünüz kimi bu qlavna menüsündəki bufer admena qrupunun aşağı sağ küncündəki ox düyməsini sıxırıq. Və gördüyünüz kimi bufer admena tapşırıqlar pəncərəsi açıldı. Bəzi hallarda bu tapşırıqlar pəncərəsi özü də avtomatik açıla bilər. Bunun üçün gördüyünüz kimi burada həmin bu tapşırıqlar sahəsinin parametri əmri vardır. Bunu sıxırsınız və burada açılan siyahıdan avtomatiическое отображение буфера admena office əmrini seçirsiniz. Və hər dəfə biz Ctrl-V sıxdıqda və yaxud da vstavить düyməsini sıxdıqda bu tapşırıqlar pəncərəsi bizdə avtomatik olaraq açılacaqdır. Yəni bunu istəmirsinizsə o zaman yenidən onu checkboxunu silə bilərsiniz. Bu zaman artıq tapşırıqlar sahəsi hər dəfə biz mübadilə buferi vasitəsilə işlədikdə bu bufer admena tapşırıqlar sahəsi artıq bizdə açılmayacaq. Bu pəncərə Word 2007-də adətən sol tərəfdə açılır. Yəni rahatçılıq təmin etmək məqsədi ilə biz onu istədiyimiz yerə yerləşdirə bilərik. Hal-hazırda mən onun başlıq hissəsini gətirdim. Gördüyünüz kimi 4 tərəfə istiqamətlənmiş ox işarəsi əmələ gəlir və mouse'un sol düyməsini sıxılı saxlayaraq mən onu istədiyim yerə yerləşdirə bilərəm. Tutaq ki, bu dəfə mən onu yerləşdirdim pəncərənin sağ tərəfinə. Beləliklə, hal-hazırda gördüyünüz kimi burada ən son kopyalanmış və yaxud da kəsilmiş fraqment əks olunur. Dediyim kimi burada 24-ə yaxın fraqment əks oluna bilər. İndi hal-hazırda tutaq ki, bu fraqmenti də qeyd edək və onu kopyalayaq. Və gördüyünüz kimi həmin fraqment yenidən bura düşdü. Və əlbəttə ki, mən son kopyalanmış bu these resolutions sözünü, yəni fraqmentini, söz birləşməsini qeyd etmişəm və əlbəttə vstavить düyməsini sıxsam və yaxud da ki, Ctrl-V kombinasiyasını sıxsam, o zaman ən son fraqment yerləşdiriləcəkdir və yaxud da kopyalanacaqdır. Amma dediyim kimi, mübadilə buferinə 24-ə qədər fraqment kopyalamaq mümkündür və bu bufer admena tapşırıqlar sahəsində mən bunları idarə edə bilərəm.
Yəni bu tapşırıqlar sahəsi olmadan yalnız sonuncunu qeyd edirdiksə, hal-hazırda mən tutaq ki, qeyd etdiyim yerə, tutaq ki, bunu seçirəm və buradan stavit əmrini seçirəm. Sadəcə olaraq bunu qeyd edirəm və gördüyünüz kimi son söz this resolution fraqmenti olsa da mən bu tapşırıq sahəsi vasitəsilə istədiyim sözü artıq istədiyim yerə kopyalaya bilərəm. Onu da bildirim ki, bu çox gözəl bir funksiyadır. Yəni ola bilər ki, siz bir sənədlə işləyərkən 5-6 fraqment, böyük fraqmentlərdir, hansı ki, tutaq, bir səhifəli fraqment olsun və ya da bir abzaslı fraqment olsun, hansı ki, onu dəqiqə başı əllə yazmaq səmərəli deyildir. Və əlbəttə ki, hər dəfə Ctrl-C, Ctrl-V və Ctrl-X qısa düymələri vasitəsilə dəqiqə başı onu işləmək də düzgün deyildir. Yəni, bu da vaxt tələb edir. Sənədin müxtəlif yerlərinə hərəkət edərək lazım olan abzası kopyalayıb yenidən ora yerləşdirmək və onun ardından başqa bir abzasda kopyalayıb onun ardınca yerləşdirmək. Hər dəfə bunu bildiyimiz kimi qısa düymələr vasitəsilə və buffer abmena qrupuna daxil olan stavit və kontekst menüdəki stavit düymələr vasitəsilə ən son fraqment qeydiyyatı aparıldığı üçün bunu hər dəfə biz eyni fraqmenti dəfələrlə qeyd eləməliyik. Lakin buffer abmena tapşırıqlar sahəsi vasitəsilə biz istədiyimiz fraqmenti buffer abmena tapşırıqlar sahəsinə göndəririk, yəni mübadilə buferinə göndəririk və burada biz həmin bu fraqmentləri dəfələrlə istifadə edə bilərik. Hal-hazırda tutaq ki, mən abzasını qeyd edirəm və onu sadəcə olaraq kəsirəm. Və gördüyünüz kimi həmin bu fraqmentdə düşür və bu sahədə tutaq ki, mən onu yerləşdirmək istəyirəm. Sadəcə olaraq onun üzərində dəfə klik edirəm və yaxud da ki, onun sağ tərəfində gördüyünüz kimi düz aşağı ox işarəsi yaranıb, onun üzərindən bir dəfə klik edirəm və açılan siyahıdan stavit əmrini seçirəm. Və gördüyünüz kimi həmin abzas kursorun qeyd olunduğu yerdən əks olundu. Buradakı hər hansı bir obyekti pozmaq üçünsə həmin obyektin üzərinə gətiririk. Gördüyünüz kimi bu obyektin üzərinə gətiririk və ox işarəsini vururuq, açılan siyahıdan udalic əmrini seçirik. Və həmin qeydiyyat, həmin o mübadilə buferindən artıq pozulmuş oldu. Yəni o bizə artıq lazım deyilsə burada yer tutmağının heç bir əhəmiyyəti yoxdur, onu pozulur. Pəncərədəki bütün obyektləri pozmaq üçünsə sadəcə olaraq açı-C əmrini sıxır. Gördüyünüz kimi artıq bizdə mübadilə buferində heç bir qeydiyyat yoxdur. Hətta Ctrl və qısa düymələri vasitəsilə gördüyünüz kimi mən bunu sıxdım, heç nə yerləşdirilmədi. Və həmçinin kontekst menüdə gördüyünüz kimi stavit düyməsi də artıq deaktiv edilmişdir. Həmçinin qlavna menüsündəki buffer abmena sahəsində gördüyünüz kimi stavit menüsü də artıq aktiv deyildir. Çünki bizdə artıq buffer mübadiləsini biz təmizləmişik. Açı-C düyməsi vasitəsilə. Burada yuxarıda gördüyünüz bu stavit-C əmri isə hal-hazırda aktiv deyil. Çünki bizdə artıq mübadilə buferində heç bir fraqment yoxdur. İndi təsəvvür edin 4 dənə burada fraqmentimiz vardır. Və yaxud da onların hamısını ardıcıllıqla biz yerləşdirmək istəyiriksə, o zaman həmin bu stavit-C əmrini seçirik. Həmin bu buffer abmena tapşırıqlar sahəsinin də, yəni pəncərəsinin ölçüsünü dəyişmək üçünsə, sadəcə olaraq gördüyünüz kimi düz aşağı ox işarəsini sıxırsınız və buradan lazım olan əmri seçirsiniz. Premissiz əmrini seçdikdə biz onun yerləşməsini qeyd edirik. Tutaq ki, gördüyünüz kimi hal-hazırda mən o əmri seçdim və istədiyim yerə bunu yerləşdirə bilərəm, hərəkət elətdirib gətirə bilərəm. Yenidən həmin ox işarəsini sıxırıq. Razmer əmrini seçdikdə isə gördüyünüz kimi aşağıdan hər iki diaqonalda ox işarəsi əmələ gəlir. Gördüyünüz kimi kursor artıq həmin ox işarəsidir. Və mən mausun heç bir düyməsini sıxılı saxlamaq üçün sadəcə olaraq mausu hərəkət elətdirirəm və istədiyim ölçünü bunu qeyd edirəm. Gördüyünüz kimi mən bu ölçünü istəyirəm və mausun sol düyməsini bir dəfə klik edirsiniz və gördüyünüz kimi həmin bu buffer abmena tapşırıqlar sahəsinin, yəni pəncərəsini dəyişə bilərik. Bağlamaq üçün isə sadəcə olaraq bu X düyməsini gördüyünüz kimi zakrit əmrini seçirsiniz və yaxud da yenidən bu əmrin analogu da vardır. Ox işarəsini sıxırsınız və açılan siyahıdan zakrit əmrini seçirsiniz. Yer dəyişmə və kopyalama zamanı daha çətin məsələlərlə də qarşılaşmaq mümkündür. Nəinki adi obyektlərin yer dəyişməsi və ya kopyalanması. Məsələn, hansısa obyekti bir formatda kopyalayıb başqa bir formatda lazım olan yerə qeyd etmək kimi. Yəni bu kimi çətin kopyalanma və yaxud da yer dəyişmə prosesləri də ola bilər. Bunun üçün mübadilə buferinə artıq əvvəlcədən kopyaladığımız fraqmenti lazım olan yerə qeyd etmək üçün həmin yerə kursoru yerləşdirirsiniz. Bu sözü mübadilə buferinə göndərək, kopyalatiyyə və kursoru qeyd elədiyimiz, yəni kopyalamaq istədiyimiz yerə qeyd edirik və buradan qlavna menüsündəki buffer abmena qrupunda stavit düyməsini görürsünüz. Bunu sıxdıqda artıq həmin yer dəyişmə, yəni kopyalama və yaxud yer dəyişmə baş verəcəkdir. Və onun aşağısındakı ox işarəsini gördüyünüz kimi sıxırsınız və açılan siyahıdan gördüyünüz kimi müxtəlif əmrlər vardır. Bunlar stavit
spesialna stavka və statika tipersulku kimi əmrlər vardır. Biz burada spesialna stavka əmrini seçirik. Və gördüyünüz kimi spesialna stavka dialoq pəncərəsi açılır. Xaç sahəsində artıq bizə müxtəlif formatlar əks olunur. Dokument Microsoft Office Word, yəni obyekt kimi qeyd olunur. FTF formatında qeyd edə bilərik. Formatlaşdırılmamış tekst kimi qeyd edə bilərik. Şəkil kimi qeyd edə bilərik. Və yaxud da ki, burada gördüyünüz kimi metafile obyekti kimi qeyd edə bilərik. HTML obyekti kimi qeyd edə bilərik. Və yaxud da Unicode kodirovkası ilə qeyd edə bilərik. İndi gəlin bunu metafile kimi, yəni şəkilli kimi əks elətdirək və bunu qeyd elədik. Gördüyünüz kimi, bu artıq bizdə metafile, adi fragment deyil, yəni sözün fragmenti deyil. Gördüyünüz kimi, biz onu seçdikdə, bu qrafik obyektlər üçün nəzərdə tutulan bu göy rəngdə gördüyünüz bu çərçivə qeyd olunur. Gördüyünüz kimi, mən bunu bu cür çevirdikdə belə, yəni adicə şriflərlə yazdıqda bu mümkün deyil. Sadəcə olaraq bu qrafik olduğu üçün biz qrafiki bunları bu cür dəyişməsini də edə bilirik. Və bu cür spesialna stavka əmri vasitəsilə belə imkanlar da mövcuddur. İndi bilmirəm sizin o özünüzə, yəni fantaziyanızdan asılıdır. Ola bilər sənətdə elə bir vəziyyətə düşərsiniz ki, məhz bu cür formatlardan siz istifadə edə bilərsiniz. Yəni Word sənədi daxilində müəyyən bir fragmenti qeyd edib, onu şəkil kimi və yaxud da qrafik obyekt kimi, HTML sənədi kimi və yaxud da bu cür xüsusi formatlarda, RTF formatında qeyd edə bilərsiniz. Yəni bilin ki, bu cür imkanı Word sizə təqdim edir və siz həmin o hər hansı bir qeyd olunmuş fragmenti müxtəlif formatlara çevirə bilərsiniz. Digər əmrə isə baxaq, tutaq ki, burada Republic of Azərbaycan fragmentini qeyd edək. İndi isə bunu kopyalayaq, Ctrl-C kombinasiyası vasitəsilə. Və gördüyünüz kimi Ctrl-C-ni mən sıxdıqda artıq bu bir abmena tapşırıqlar sahəsi pəncərəsi açıldı. Bu nəyə görə pəncərə açıldı? Çünki biz yadımızdadırsa, parametr sayəsində avtomatiskaya obrajeniya bufera abmena office checkboxunu qeyd etmişdik. İndi bunu pozaq və bu artıq bizdə əks olmayacaq. Gördüyünüz kimi, mən o checkboxu sildikdə aktivovat bufera abmena office pri najatiya Ctrl-C. Avtomatik olaraq, yəni mən bunu qeyd eləmədim, o özü bunu seçdi. Yəni biz Ctrl-C-ni ard-arda 2 dəfə bassaq, o zaman tapşırıqlar sahəsi, yəni bufera abmena tapşırıqlar sahəsi açılacaq. Yəni, əgər bunu da istəmiriksə, o zaman onu sadəcə olaraq həmin checkboxu da silir. Və tapşırıqlar sahəsini bağlayaq və Republic of Azərbaycan fragmentini mən artıq mübadilə buferinə göndərdim və indi isə buranı qeyd edək və həmin stavkanı biz hipersilka kimi, yəni istinad kimi qeyd edirik. Gördüyünüz kimi, artıq bu istinad kimi qeyd olundu. İstinadlar da bildiyiniz kimi özünün formatlaşdırması vardır. Göy rəngdə altdan xətt çəkilmiş kimi əks olunur. Əlbəttə, bu formatlaşmanı siz poza da bilərsiniz, əgər sizə lazım deyilsə. Və biz gələcək dərslərimizdə artıq bu barədə də danışacaq, istinadlara ünvan verməyi və onların idarə edilməsini. Sadəcə olaraq bilin ki, bu Stavits menüsü vasitəsilə, yəni açılan siyahıdan Stavits tipersulku əmrini seçdikdə hər hansı bir fragmentin artıq istinada çevirə də bilərik. Yəni bu cür gözəl imkanımız da vardır. Beləliklə biz bu dərsimizdə sənədin fragmentinin yerdəyişməsini və kopyalanmasını öyrəndik. Sağ olun, gələn dərslərimizdə görüşənədir.